Fiqurun tam səthinin sahəsini tapın. Burada şəkildə 2 dənə düzbucaqlı paralellepiped görürük və düzbucaqlı paralellepipedlərdən hər ikisinin səthinin tam sahəsini əvvəlcə hesablayaq. Ayrı-ayrılıqda buna birinci fiqur, buna ikinci fiqur kimi baxsaq, S1-in tam səthin sahəsi olacaq 2 vurulsun. Hər bir ölçüsündən, yəni burada ölçülər 10, 10 və 4-dür. Bu hissəsi 4-dür. Deməli, hər bir səthdən biri 10 vurulsun 10 olan sətdir. Üstə gəlsin, bir üzü 10-un 10-adır, digər üzü 10-un 4-ə, 10 vurulsun 4, üstə gəlinsin və digər üzü də yenə 10-un 4-ə olacaqdır, 10 vurulsun 4. Bərabərdir. Hesablasaq 100, burada var, 40 və 40, 180, 180-i də 2-yə vursaq 360 alınır. Bu birinci fiqurun tam səthin sahəsi. İkinci fiqurun tam səthin sahəsinə baxaq. S2 bərabərdir. 2 vurulsun. 4-ün 3-ə, üstə gəlinsin. 3-ün 3-ə, üstə gəlinsin. Və yenə də 4-ün 3-ə hasili. Bu da bərabərdir. 2 vurulsun. 12 üstə gəlinsin. 9 üstə gəlsin 12. 24-ün üstə 9 gəlsək 33 eləyər. 33-ü də 2-yə vursaq 66. Deməli 360-ın üzərinə 66 gəlirəm. Lakin burada deməli hansı səthi çıxırıq? Kiçik düzbucaqlı paralellepipedin 3-ün 4-ə olan səthi həm özündə, həm də böyük fiqurda üst-üstə düşdüyü üçün bağlanıb. Deməli biz buradan 3-ün 4-ə olan 2 dənə səthi çıxırıq. Yəni 3-ün 4-ə 12 eləyir. 12-nin 2 qatını çıxırıq. 2 vurulsun 12. Bərabərdir. 360 ilə 66-nı toplasaq 6, 2, bir də ya da 426. 426-dan da 24-ü çıxsaq 402 alarıq. Sahə olacaq 402.